Qəmər xala, bəlkə sən biləsən, İsmail harda ola bilər? İsmail'i sənə tapşırıblar. Cavabını da özün verərsən. Hoş gördük dostum. Oho, İsmail, hoş gelmişsin. Salam. Ne olub yine? Qaşqabağın yerle gedir. Atam beni hiç istemiyor. Söz vermişti ki ben özüyle tikinti yaparsın, aparmadı. Niye? Neden ötürü? Derslerimden 2 almışım. Yaxşı qutarmısan. Belə işlərin üstündə atam həftələrlə üzümə baxmazdı. Bəs necə? Məyər pis eli? Sən kənd təsərrüfat məktəbini qurtarmasaydın, səni Bakıdan qoyardılar mı? Oğul, ata adamın üzünü danlar da, ata adam acıqlanar da. Danlanmak öğe anası olmaktan yaxşıdır. Ben bir de eve kaybetmeyeceğim, burada kalacağım. Necə? Evdən qaçmaq? Yox, sən çox pis fikrə düşübsən oğul. Oxumaq lazımdır, oxumaq. Ay oğul, sən keçmişin qara günlərini görməbsən. O vaxt məktəb nədir? Bizi heç adam yerini qoymazdılar. Oğul, başını aşağı sal, dərslərinə fikir ver. Oxu. Başa düşdün? Hə, İsmail, gedək. Hüseyin dayı, hoş gelmişsin. Diyesen hayfın gelir. Düzünü desəm, həm hayfım gəlir, həm sevinirəm. Hayfım ona görə gəlir ki, uşaqlıqdan bu ağaçları öyrənmişəm. Onlardan ayrılmaq istəmirəm. Sevinirəm ona görə ki, ay oğul, yol adamı aydınlığa çıxarır. Yol mədəniyyət, dövlət var deməkdir, ay oğul. Elədir Hüseyin dayı. Abdül, vaxt bitirme. Çalış bu gece her şey öz yerinde olsun. Gece